hamınızı salamlayıram və Araz müəllimin geniş və dolğun çıxışından, Fəzai müəllimin bərabərliyi və fəsahatin etdikdən sonra elə bilirəm ki, uzun-uzaq danışmağa ehtiyac yoxdur. Fəqət bir neçə illər bundan əvvəl bir yazım var idi. O vaxt mətbuatda getmişdi. İstəyirəm o yazıdan bir istəyim ki, o yazının adı belə idi, unutqanlıq. Çünki söhbət anın günündən gedirsə, Azərbaycan dilində anmaq ya da sağlamaq, xatırlatmaq da əksi isə unutmaq. Yazının adı belə idi, unutmaq neymətdir yoxsa bəla? Unutmaq neymətdir yoxsa bəla? Sual. Bu sual elə bir sualdır ki, bu suala bir mənalı şəkildə cavab versin, cavab səhvdir. Desin, unutqanlıq neymətdir, cavab səhvdir. Desin, unutqanlıq bəladır, cavab səhvdir. Və sonunda nə cavab verir bu sual? Bu suala belə cavab etmək lazımdır, ayırmaq lazımdır. Kimi və nəyi unutmaq neymətdir, kimi və nəyi unutmaq bəladır. Əgər bir məsələ, bir işgəncə, bir zülm, bir əziyyət şəxsimədirsə, orada unutqanlıq neymətdir. Dünya ilə bağlıdırsa, orada unutqanlıq neymətdir. Unut ki, nəki rahat yaşayasın, xoşbəxt yaşayasın, beynən təmiz olsun, insanlara qarşı nifrətin olmasın, orada neymətdir. Amma bir məsələ, bir işgəncə, bir əziyyət, bir zülm xalqa bağlıdırsa, millətə bağlıdırsa, vətənə bağlıdırsa, dövlətə bağlıdırsa, orada unutqanlıq bəladır. Orada unutqanlıq günahdır, orada unutqanlıq xəyanətdir. Bizim dövlət başçımızın bu günü, anın gününü qeyd eləmək ən böyük, vətən tarixində ən böyük neymətdir. Çünki bu, şəhidlərə bağlıdır, qazilərə bağlıdır, döyüşçülərə bağlıdır, vətənə bağlıdır, torpağa bağlıdır, dövlət və dövlətçiliyimizə bağlı olduğuna görə, suverenliyimizə bağlı olduğuna görə, ərazi bütövlüyümüzün bərpasına bağlı olduğuna görə anın günü böyük bir neymətdir. Allah bu neyməti əlimizdən almasın, bunun qəddini bilənlərdən bizi qərar versin inşallah. Sonunda icazəmizlə inşallah şəhidlərimizin ruhuna və mərhum öndər başda olmaqla bütün dünyasını dəyişənlərdir və bu vətənə, bu dövlətə xidmət edir. Dünyasını dəyişənlərə, ümumən şəhidlərimiz başda olmaqla, bunların ruhlarını inşallah rüfqat yoxlayır.